Değerli şagirdlər, abituriyentlər, bu dərsimizdə Cəlil Məmmədquluzadənin Qurbanəli Bəs novellasından danışacaq. Bu əsərin həcmi çox da böyük olmasa da, ciddi şəkildə suallarını cavablandıra biləcəyimiz çətin testlər olur. Suallarını cavablandırmaq çətin olur. Çünki eyni hadisələr bir neçə dəfə təkrarlanır ki, ən azı hadisələrin ardıcıllığını bilmək çətin olur. Ona görə diqqətlə dinləyək, qeydlərimizi də götürək ki, əsər bizim üçün, daha doğrusu hadisələrin ardıcıllığı bizim üçün aydın olsun. Yəni, bu əsərdən test tərtib olunarkən ən çətin məqam hadisələrin ardıcıllığı məsələsi. Əsər demək epiqrafdan başlayır. Elə Cəlil Məmmədquluzadənin özünün epiqrafıdır. Cəlil Qoqola rəhmət oxuyur və Qoqol da bildiyiniz kimi tənqidi realizmin ən böyük nümayəndələrindən biridir. Buradan da məlum olur ki, bu əsərdə də tənqid hədəfləri var və bizim tənqid hədəfimiz də Qurqapazlı kəndinin bəy və mülkədarı məşhur Qurbanəli bəydir. Bu başdan deyim ki, Qurbanəli bəy yuxarı təbəqəni təmsil edən, daha doğrusu pis təmsil edən, layiqincə təmsil edə bilməyən bir obrazdır. Biz əsər boyu onun nə qədər düşük bir şəxsiyyət olduğunu, şəxsiyyət sözündə burada demək ki, heç yerinə düşmür, görürük. Mən bu əsər boyu bəzi cümlələri tün təriflərdə vermişəm ki, diqqətimizi cəlb eləsin. Elə o tün təriflərdən başlayaraq da əsərin qısa məzmununu sizə çatdırmaq istəyirəm. Demək, xəbər çıxdı ki, bugün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür. Sonra, mən həmin günün kənddə heç kəs də işə gücə getmir ki, kəndə böyük adamlar gələcək, onları görsünlər. Pristavın da deyir, həyətində itiyəsini tanımırdı. Siz tün təriflərdə verilən cümlələri görürsünüz. O hissədə, bunlar elə bir plan başlıqlarıdır bu cümlələr. O hissədə, bəli, toy məhəlləsində olan kimi bir hərəkətlilik var ad günü məhəlləsində. Onu da özünüz diqqətə alarsınız. Və bu məqamda belə bir hayküy qopur ki, naçalnik gəlir, amma bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavıymış. Mən bunu niyə tün təriflə vermişəm? Ola bilər ki, bu ardıcıllıq düşə biləsiniz ki, ilk dəfə naçalnik gəlir deyəndə, gələn naçalnik yox, pristavın, digər bir mahalın pristavıymış. Sonra yenə bir hayküy düşür ki, naçalnik gəlir, amma bu dəfə də gələn Qazaq böyüyü bir əfsər imiş, yəni zabit imiş, ofisiyer sözündəndir. Sonra üçüncü dəfə bir hayküy düşəndə ki, naçalnik gəlir, bu dəfə gələn Qapazlı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəyidir ki, bizim əsərimizin bu mənfi qəhrəmanı o şəxsdir. Sonra isə gördüyünüz kimi yazıb, biraz keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, yəni məhkəmə pristavı gəldi, 2 müəllim gəldi, yenə bir zabit gəldi arvadı ilə, yenə bir özgə həkim arvadı ilə gəldi. Nəhayət, bir yoğun sinovnik, yəni naçalnik gəldi. Naçalnikdən sonra da bir neçə qonaq gəldi. Bunların da bir neçəsi arvadları ilə gəlmişdilər. Naçalnik deyir, məclis başlamamışdan qabaq, yəni ilk başlanğıcı belə göstəriciyə süfrə açılıbdır, nəyi var. Və naçalnik oturmuşdu yumuşaq divanın üstündə, pristavın arvadı oturmuşdu onun yanında və bu vaxtı bir at səsi gəlir. Bu məsələni istəyirəm ki, diqqətinizdə saxlayasınız. Bu at məsələsinə biz daha bir dəfə də toxunacaq. Və bu at kişnəməsində də nədən söhbət gedir? Məlum olur ki, naçalnikin atı ilə Qurbanəli bəyin atı özlərini bir-birinə rəqib bilirlər, bir-birinə bir meydan oxuma həyata keçirirlər. Ona görə gah o kişniyir, ayağını yerə çırpır, gah bu şaxı qalxır, ayağını yerə çırpır və bu məqamda həmin bu cümləni istəyirəm sizin üçün oxuyum, sonra keçək. Yazır ki, hərdən bir naçalnikin atı kişniyə-kişniyə qabaq ayaqlarını döyür yerə və Qurbanəli bəyin atına baxıb hirsindən cilovu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdən bir nərə təpib qaba ayaqlarını qaldırırdı havaya və az qalır ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Bax, bu hissə
deməli, əvvəlcə hələ məclis başlamamışdan, yeyib içmək başlamamışdan bir dəfə bu at söhbət olur və naçalnik də hamı akoşkadan baxır ki, görsün pəncərədən, yəni bu nə at məsələsidir və baxır Qurbanəli bəyin atını görür və naçalnik nə gözəl atdır deyir və biz hiss edirik ki, bizim naçalnik də at həvəskardır. Qurbanəli bəy də at həvəskardır, atbazdılar. Qurbanəli bəy də burada atı o dəqiqə deyir ki, peşkəşdir sizə. Bu məqamda bir şey deyim ki, bu atı hədiyyə eləmək fikrinə görə biz düşünməməliyik ki, Qurbanəli bəy deyək ki, səxavətli adamdır. Yəni, burada səxavətlilikdən yox, yaltaqlıqdan söhbət gedə bilər. Çünki Qurbanəli bəy səxavətli adam o adama deyərlər ki, ehtiyac olana varından, dövlətindən versin. Amma bu adam yarınmaq üçün atını naçalnikə peşkəş eləyir və bu məqamda bir də bir məsələyə baxaq. Bax, naçalnik burada da soruşur ki, sonra yenə o məsələni atın yüyrək kimi soruşacaq. O dəfə soruşanda, hə, Qurbanəli bəy atı minir, çapır və sonra qayıdarkən də az qalır ki, qonaqların üstünə sürünmüş olsun. Bax, bu dəfə, yəni bu söhbət hələ məclis başlamamışdan da gedir. Sonra məclisin bir məqam yeyib içib düşüb yallı gedəndən sonra da yenə atın qaçmağından söhbət düşür. Bu dəfə Qurbanəli bəy o anda atı neyləmiş olur? Həqiqətən sürmüş olur. Amma burada hələ ki atın sürülməyindən söhbət getmir. Və ondan sonra yarım saatdan sonra deyir, qonaqları çağırdılar xörək otağına və adamlar başladılar xörəklərini yeməyə, içməyə. Bu məqamda yenə burada bütün tərifləri də vermişəm. Pristavın arvadı oturdu stolun baş tərəfində, xanımın sağ tərəfində naçalnik əyləşdi. Bu məqamda deyim ki, biz bu pristavın həyətinə qonaqlar gəlir, naçalnik belə gəlir, biz pristavı görmürük. Hər şeyin mərkəzində pristavın qadınıdır. Hətta adamın ürəyinə gəlir ki, bu naçalniklə xanım arasında nəysə xüsusi bir münasibət var. Çünki yenə pristavın arvadı oturdu stolun baş tərəfində, xanımın sağ tərəfində naçalnik əyləşdi və naçalnik adamlara deməli, əvvəlcə deyir öz fincanını, sonra pristavın arvadını, sonra xanımların, sonra qeyri qonaqların fincanlarını doldurdu, rumkasını qaldırdı, dedi, mübarək olsun xanımın adı bayramı. Bu yerdə deyim, aha, yenə bu məsələyə diqqət eləmək lazımdır. Xanımın sağlığına içilmək 2 dəfə olur. Bu birinci dəfədəki ifadəyə fikir verin, mübarək olsun xanımın adı bayramı. Bu cür deyib, içmək istəyirlər. Bu məqamda məlum olur ki, bəs bizim Qurbanəli bəy içmir. Niyə içmir? Çünki o bu rumkanı üskük hesab edir. Ona bu sözü deyəndən sonra pristavın arvadı belə bir söz işlədir, deyir ki, səhv məndə olubdur. Qurbanəli bəy bilirəm ki, rumka ilə içmir, o stəkanla içir. Belə məlum olur ki, elə bizim bu Qurbanəli bəy bu evə gəlib gedirmiş, bu evə gəlib gedən adam imiş, onun bu hal xasiyyətindən də xəbərdar imişlər. Bəli, bu bir dəfə ki, elə bir sağlığa, bax, sağlığa içmək bir dəfə burada olur. Məclisin başlanğıcında, sonra sağlığa içmək axşam üstü olur. 2 saatdan sonra deyir, qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanın qabağına və başladılar tamaşa eləməyə. Bunlar nəyə tamaşa eləyirdilər? Çünki həyətdə çalğı var idi. Deməli, bax, bu tüm tərifləri də vermişəm, cəmaat çalıb oynayır. Çalıb oynamaq üçün də deyir, bir tərəfdə qlavalar tatarı əllərində, yəni qamçı əllərində kəndləri döyə-döyə bir yerə yığırlar ki, əl-ələ verib yallı getsinlər. Sonra, bəli, pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar, çayın kənarında başladılar yallı getməyə. Onlar da çayın kənarında oynayırlar və bu məqamda bizim Qurbanəli bəy Kərbəlayı Qasımı deyir ki, sən də başla oynamağa. Kərbəlayı Qasım yaşlı olur, oynamaq istəmir, amma bu hissəni istəyirəm xüsusi oxuyaq. Çünki bizim bu dırnaqarası baş qəhrəmanımız aşağı təbəqəyə, hambala, rəiyyətə münasibəti fərqli olur. İndi biz bunun bu cür belə nətər deyirlər, özünün yekə-yekə apardığını görsək də, sonra birazdan görəcəyik ki, yüksək özündən yuxarı mənsəb mövqe sahiblərinin qarşısında bu özünü heç kəs hesab eləyir. Bu hissəni xüsusi oxumaq istəyirəm. Deyir, yapış heyvan balası heyvan, yoxsa vallah düyə-düyə səni öldürərəm. Kərbəlayı Qasım yapışdı kəndlərin əlindən və istər-istəməz başladı
Onlar da bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başından yapışıb başladı atılıb düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik saldı. Naçalnik də qəhqəh çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Bəli, burada hiss olunur ki, bizim bu qəhrəmanımız artıq içib, keyflənib, özünü aparmağı bilmir. Sonra daha başqa bir məqam. Deməli, rəiyyətə münasibətdə, nökərinə münasibətdə bu bütün tərifləri də vermişəm. Buranı o xüsusi oxumaq istəyirəm. Kərbəlayı Qasım biraz oynayandan sonra ümumiyyətlə içki gətirilir, bir oynaya-oynaya da içir və məcbur eləyir ki, Kərbəlayı Qasım da içsin, amma Kərbəlayı Qasım deyir, yalvarmağa başlayır. O da neyniyir? İçkinin birazını tökür Kərbəlayı Qasım üstünə, yenə qalanını özü içir. Yəni, artıq biz görürük ki, bizim qəhrəmanımız özünü aparmağı bilmir. Çox yaramaz, ayıb hərəkətlər eləməyə başlayır. Demək, bizim Qurbanəli bəy oynayır, amma bu səs, burada bir hissə var, qara hərflərdən, bütün təriflərdən vermişik. Xanımların deyir, biri hərdən bir əllərini basırdı qulaqlarını və ərinə şikayət edirdi ki, zurnanın səsindən az qalır, qulaqlarım tutulsun. Pristav xanımın gileyini başa düşəndən sonra, biz ilk dəfə Pristavı burada görürük. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyçular sakit oldular. Toyun səsi kəsicək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı. Ədə, çalın namərdlər. Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir. Qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa, Pristava dedi, mən ölüm qoy çalsınlar. Mən istəyirəm oynayım. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı. Ədə, çalın, uzun dərə çalın. Toyçular hazırlaşırlar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub bəyə dedi, bəy, hələ sonra oynarsan, göndər nökərini sizin atınızı çəkib gətirsin, mən istəyirəm atağa baxım. Deməli, adam gəmidə oturub gəmisi ilə dava eləyir, ev sahibinin deməli, toyu saxlamaq niyyətinə, çalğını saxlamaq fikrinə qarşı çıxır və bu məqamda görür ki, Naçalnik ağıllı adamdır, görür bu özünü apara bilmir və vəziyyətdən çıxış üçün at söhbətini salır. At söhbətini salır, bəli, atı gətirirlər. Bəli, burada atın dişinə baxmaq istəyirlər, atın yaşını dördünə ayaq qoyduğunu deyir, 3 yaşı olmuş olur atın. Naçalnik yenə deyir ki, bu at yaxşı qaçır. Yaxşı qaçırım deyəndə Qurbanəli bəy ata minib, atı tərpədir. Bu qara tün tərplərlə verilmiş yeri oxuyum. Yarım dəqiqədən sonra Qurbanəli bəy deyir, çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı. Toxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırıb qaçışdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tutdu, özünü tulladı yerə və durdu Naçalnikin qabağında. Naçalnik bəyə dedi, malades və bəy cavab verdi, Naçalnik bu nədir ki? Hələ sən mənim o bir atımı görməmsən. Bəlkə onu görəsən, bu nədir ki onun yanında? Bəli, elə əsərin problem yaradacaq hissəsi ki var, sonradan Qurbanəli bəy gülünc vəziyyətə qoyacaq. Elə onun başlanğıcı da biri də bu olur ki, deyir ki, sən hələ mənim o atımı görməmsən və sonra Qurbanəli bəyi ən düşük vəziyyətə bu sözlərindən vəziyyətə salan faktlardan biri indi ağzından çıxardığı söz olur. Qonaqlar deməli təzədən yenə məclis başlayır, qonaqlar yenə məşğul olurlar kart oynamağa və yenidən yeyib içmək başlayır. Bəli, bir dəfə deməli dedik, orada ad bayramı münasibəti ilə içmişlər. İndi buradakı içmək məsələsi çox yəni qabarıq verilmiş və bizim Qurbanəli bəyin iç sözünü açan, insan şəxsiyyətinin şəxsiyyətsizliyini göstərən hissələr başlayır. Nədir? Deməli, Naçalnik yenə bu qadının, Pristavın arvadının sağlığına içməyə təklif edir. Bu gün bizim buraya yığıb, belə ləzzətlə vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza. Bəli, hamı içəndən sonra bu növbəti tün təriflərdə verilən hissə bizim qəhrəmanın sözləridir. Bəli, görək nə deyir? Deyir, mən özümü bugün xoşbəxt hesab edirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Demək, başladı. Deməli, bu qadının sağlığına içən kimi, bu da Pristavın sağlığına içir və orada çox belə düşük sözlər var. Deyir ki, Mixail Pavloviçi istəyirəmdir. Yəni, heç ola bilməz ki, mən heç kəsi deyir, belə istəməmişim. Sonra bunun arxasından nə olur? Pristav
e, Badə qaldırır, deyir ki, mən istəyirəm ki, Afserin sağlığına içək. Onun da arxasından yenə nə olur? Bizim qəhrəmanımız deyir ki, yoxsa hə, deməli yox, bağışlayın, səhv dedim, hə. Burada Pristavın da sağlığına içirlər. Pristavın sağlığına içəndə, hə, Pristav naçalnikin sağlığına içir, bağışlayın, səhv dedim. Pristav naçalnikin sağlığına badə qaldırır. Yoxsa Pristavın arvadı, hə. Pristavın arvadı. Pristavın arvadı naçalnikin sağlığına için yenə başlayır bizim qəhrəmanımız. Bu dəfə naçalniki tərifləməyə deyir, naçalnik ağa, içirəm mən bu stekanı. Sizin sağlığınıza Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib, gedib mən onların heç birini o qədər, mən onların heç birini sizin qədər istəməmişim. Ondan sonra xanımın əri Pristav axır ki, gəldi, çıxdı. O da zabitin sağlığına çıxır. O da deyir ki, bəs bizi qoruyan əskərlərdir, onların komandanıdır. Və deyir ki, mən istəyirəm ki, bu badəni içək, həm əfsəri Nikolay Vasilyeviçin, həm də onun xanımı Anna İvanovnanın sağlığına. Sözsüz ki, yenə bizim bu Qurbanəli bəy heç səfərə deyir ki, mən də heç belə afser görməmişəm. Ay əfsər ağa deyir, ay xanım, mən də içirəm sizin sağlığınıza. Və bəy deyir, çaxırı çəkdi başına. Burada qeyd olunur ki, artıq bizim bəy keyflənmişdir. Bizim bəy günortadan keyflənmişdir. Deyir, bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına işlər. Hər dəfə Qurbanəli bəy durur dayağa, hərənin barəsində bir nit söylər, bir dolu stəkan içirdi və oturur. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına və lap axırda bəy bərk keyfləndi. Qonaqların deyir, hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə. Qurbanəli bəyin sağlığına içəndən sonra isə biz Qurbanəli bəyin əsl iç süzünü, nətər deyim, kiçikliyini, düşüklüyünü, xırdalığını, özü bəy olsa da daxilində heç bir bəylik olmadığını, bəy adına yaraşmayan davranışa, hərəkətə, nitqinə şahid olur. Bu hissəni istəyirsiniz oxuyum. Çox dəhşətlidir. Ağalar və xanımlar, siz ki, mənim sağlığıma işiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmaram. Amma ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınıza sabah öz evimə qonaq təşrif edirəm, hamınızı. Vallah billah, atamın gör haqqı, mən bilmirəm necə sizin xəcalətinizdən çıxım, mən lap əriyib yerə girirəm. Bu qədər xanım mənim sağlığıma işsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma işsin. Mən bu xanımların ayağının torpağı da ola bilmərəm. Vallah billah, atamın gör haqqı. Sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Bəli, belə bir nitqdən sonra qonaqların Qurbanəli bəyin evinə getmə səbəbi burada göstərilir. Mən bunu tüm tərəflərdə vermişəm, test tapşırıqlarında da olur. Onu bir də oxuyuram. Bir bəy stəkanı çəkdi başına, naçalnik siqarı damağına salıb, üzünü tutdu Pristavın xanımına və dedi, gələrsən sabah qonaqlığa gedək, Qurbanəli bəyə qonaq olaq. Deməli, Qurbanəli bəyin sözündən sonra ilk təklifi kim verir? Naçalnik. Xanım da deyir, baxdı ərinin üzünə və dedi, mən çox xoşxallıqla gedərəm, yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm necə paltar geyir. Əfsər də arvadından soruşdu. Gedərsənmi? Arvad dedi, gedərəm. Qonaqlardan biri də dedi, əgər bizə bir yaxşı müsəlman plov versə, gedərəm. Qurbanəli bəy plov sözünü eşitcək tez qalxdı ayağa. Necə plov, atamın gör haqqı. Sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşpazım bişirən plovu kim bişirə bilər? İnanmırsınızsa Kəblə Qasımdan soruşun. Hanı Kəblə Qasım, Kəblə Qasım, Kəblə Qasım? Bəli, bunun aşpaz əlinin plovunu çox tərifləyir. Burada çox yenə insan özünü apara bilməməsi, özündən aşağılara olan aşağılayıcı münasibəti, özündən yuxarılara olan düşük münasibəti yenə göz önünə sərgilənir. Deməli, Kəblə Qasımı çağıtdırır, gətirdirir. Məlum olur ki, Kəblə Qasım yatıbdır, amma nə yatmaq? Yata bilməz axı onu. Gətizdirir onu. Axır ki, onun dilindən alır ki,
O da deyir ki, bəli, əli yaxşı, plov bişirir. Bəli, cəmaatın qonaq çağırır, hamı bunun evinə sabah qonaq gəlməyi boynuna götürür. Bu adam da neyniyir? Kefli Lül Qəmbər Kəblə Qasımdan, yəni Kərbəlayı Qasımdan evinə doğru gedir. Gedərkən də elə yol boyu onu deyir ki, bu xəncəri soxaram sənin qarnına. Gəlir qapını deyir, bu aşpazı əli çıxır, qapını açır, Əliyə də deyir, bu xəncəri soxaram qarnına. Sonra qadın Gülpəri qulluqçu var, ona da deyir, bu xəncəri soxaram qarnına. Girir evinə görə arvadı yatıb, ona da deyir, xəncəri soxaram sənin qarnına. Amma arvadı zaten yatmışdı. Özü də özünü atır mitilin üzərinə yatır. Biraz da suyu, bir stəkan su içir, yatır. Bəli, səhər açılır, bəyin arvadı durur. Kərbəlayı Qasımla burada bəyin arvadının söhbəti verilir. O məclisi soruşur. Ağasının rus arvadlarından necə danışıb, danışmadığını xəbər alır. Burada bir xanımın qısqanclığını görürük Qurbanəli bəyin arvadının. Və sözsüz ki, Qurbanəli bəy ələ vermir. Deyir, ağa Urus arvadlarından az danışdı. Kəblə Qasım yaman siyasi danışır. Amma nəçənlikdən çox danışdı. Soruşur ki, bəs bəy keyflənmişdi? Deyir ki, yox, keyflənməmişdi. Bəs bəy səhər büyünə nə yemək sifariş elədi? Heç bir sifariş olmadı və deyir, Əli get. Burada əlini buyururlar ki, get 800 qram ət al. Səhv eləmirəmsə, kirvəncə 400 qramlıq bir çəkil vahididir. 16 qəpik verib deyir ki, get 2 kirvəncə ət al gətir. Bu artıq belə məlum olur ki, pul dəyərdən düşür. Çünki Çar Rusiyası dövründə pulun çox qiymətli olan vaxtları var idi. Yəni deməli, bir manata bir qoyun düşən elə vaxtlar var idi. Amma indi görürsən ki, o pul dəyərdən düşübdür. Bəli, deməli, Kərbəlayı Qasım qadınlar bir yerdə, qulluqçular xanım başlayırlar tut yeməyə. Tut yeyəndə əlini dırmaşdırmış olurlar ki, ağaca sirkələsin, yesinlər və Əli birdən görür ki, kəndin girişində qəribə atlılar görünür ki, bu atlılar kənd cəmaatına oxşam. Xanım Kəblə Qasıma deyir ki, çıx aşpazxananın damına gör necə atlıdır. O atlıları oradan xəbər verir ki, bəs bu dünənki qonaqlardır, kəndən gəlirlər. Bəli, elə bunlar dəqiqləşdirənə qədər bunların qapısı döyülür. Qapının döyüldüyünü görəndə, xanım burada tüm təriflər də vermişəm, bu hissəni oxumaq istəyirəm. Xanım qaçdı deyir içəri, pəncərədən küçəyə baxıb gördü ki, küçə doludur atlılarla. Hamısı rus qulluqçuları və rus xanımları. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib yanıb qapıya. Xanım tez qaçdı eşiyə və əlini çağırıb dedi, get de ki, ağı evdə deyil. Əli qaçdı küçə qapısına və xanım qaçdı evə. Qurbanəli bəyə oyatdı. Bəy, eləyib söndü o biri səmtə. Arvadı dedi, ay kişi, dur, dünənki qonaqlar gəliblər bizə. Qurbanəli bəy yenə eləyib gözlərini açdı və arvadına dedi, cəhənnəm ol və yenə gözlərini yumdu. Arvadı yenə dedi, Qurbanəli bəy gözlərini açıb qalxıb oturdu və soruşdu. Nə deyirsən? Arvad sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikirlədi, qaçdı otağın o tərəfinə, bu tərəfinə. Arvadına dedi, qoy desinlər ağı evdə deyil. Arvadı yenə çıxdı eşiyə və bəy mələfəni götürüb çarşaf kimi saldı başına, çıxdı həyətə, qaçıb soxuldu tövləyə və girdi atın axırına. Nökərlər qonaqlara dedilər ki, ağı evdə deyil. Qurbanəli bəyin dili dilim olsun. Qurbanəli bəy demişdi ki, mənim evdə daha yaxşı bir atım var. Bəli, naçalnik çox təəccübləndi. Oxuyun bu hissəni. Naçalnik bu cavabı eşidib təəccüb elədi. Ha belə qeyri-qonaqlar mat qaldılar, kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxardı papirosunu yandırdı və nökərlərdən soruşdu. Bəy hara gedib ki, evdə deyil? Nökərlər cavab verdi, bilmirik. Naçalnik bir qədər dinməyib yenə soruşdu. Bəs o ki, özgə yerə gedəcəkdir, bizi niyə qonaq çağırır? Nökərlər cavab verdilər, bilmirik. Xanımların biri bir stəkan su istədi. Kərbəlayı Qasım qaçdı, evdən kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki, dəxi niyə dururuq, qaydaq gedək. Naçalnik də buna razı oldu, amma Kərbəlayı Qasıma özünü tutub dedi. Bəyin atları tövlədədir. Kərbəlayı Qasım dedi, bəli, bu beyin də tövlədə atların biri başladı kifləməyə. Naçalnik yoldaşlarına belə təklif elədi. Çox əcəb,
Biz bu qədər yolu zəhmətlə gəlmişik, bari heç olmasa bəyin atlarına baxaq, sonra qaydaq. Yoldaşları razı oldular. Naçanik yenə Kərbəlayi Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayi Qasım dedi, buyurun. Naçanik, iki pristav, mal həkimi, xanımların ikisi və Kazak əfsəri girdilər həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb, qaçdı soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçanik qabaqçı atı görüb dedi, bəy, bu elə bəyin dünənki atıdır. Sonra qonaqlar girdilər içəri və bir kəhər atın yanında dayandılar. Naçanik atın qabağına keçib Kərbəlayi Qasımdan soruşdu, budurmu bəyin tərif atı? Kərbəlayi Qasım dedi, bəli. Qonaqlar başladılar atın o tərəfinə, bu tərəfinə dolanmağa. Naçanik axura tərəf hərəkət edib istədi atın ağzına baxsın. Axura yaxınlaşan kimi Naçanik dik atıldı və çığırdı. Ah, şu atı vaizmi. Axurun içində güya kəfənə bürünmüş bir şey Naçanikin gözünə sataşdı. Naçanik yanındakı pristavın əlindən yapışıb, yavaşca yeridi axurun yanına və diqqət edib gördü ki, axurdakı Qurbanəli bəy özüdür. Bunu görəcək Naçanik çəpik salıb, qəhqəh çəkib güldü və dedi, ha, Rəfiq, sən buradaymışsan. Qonaqlar da bir-bir gəlib bəyə diqqətlə baxdılar və çəkilib durdular kənarda. Qurbanəli bəy yerindən heç tərpənmədi. Qonaqlar çıxıb küçəyə, atları mindilər və öz qoydular getməyə. Bu əsər novelladır. Bu əsərdə xalqımızın yüksək təbəqəsinin nümayəndəsi olan Qurbanəli bəyin öz silkinə, təbəqəsinə yaraşmayan davranışı tənqid atəşinə tutulub. Burada göstərilir ki, xalqın içindəki yüksək təbəqə özlərindən güclərin qarşısında, işğalçı qüvvənin nümayəndələrinin qarşısında necə özlərini kiçik görürlər, necə özlərini rəzil aparırlar, amma rəiyyətin qarşısında isə özlərini necə əzazil, hakim, mütləq şəxsiyyət kimi aparırlar. Bu əsərdə Cəlil Məmmədquluzadə öz mənsub olduğu təbəqəni layiqincə təmsil edə bilməyən obraz, nətər deyim, bəy sinifinə mənsub fikirləşmiş bir obraz yaratmışdır. Bu əsərin bu məqamı bizə Əhməd Savadın Səsli Qız poemasını xatırladır ki, orada da işğalçı qüvvənin qarşısında yuxarı təbəqə özünü heç də narahat hiss eləmir. Onlara fərq eləmir ki, ölkəni kim işğal edib, nə edib. Əsas məsələ onların deyək ki, rəiyyət qarşısında hegemoniyasına qorunmasıdır. Əgər onlara bu hegemoniyanı saxlayıblarsa, onlar öz necə deyərlər, təkəbbürlüklərini oxşayan, yekəliklərini oxşaya bilən hər hansısa bir şey tullayıblarsa bunların qabağına, onlara kifayət eləyir ki, ağalarına, yeni ağalarına, başqa işğalçı ağalarına sədaqətlə qulluq eləsinlər. Nəinki qulluq eləmək, onların qarşısında torpec olacaq qədər, ayaqlarının tozu olacaq qədər silə bilsinlər. Cəlil Məmmədquluzadə xalqımızın içərisində nətər deyərlər, davranışları, hərəkətləri tənqid oluna biləcək bütün adamları tənqid edir. Cəlil yuxarı təbəqəni də, aşağı təbəqəni də, ümumiyyətlə rəzil gördüyü, necə deyərlər, islahı mümkün olmayan nə mənfi şeylər görübdürsə, yaradıcılığında hamısını əks elətdirib. Cəlil bir güzgü olub bizi göstərib. Özünü o güzgüdə görməyənlər nə xoşbəxtlər. Amma özünü o güzgüdə görənlər də necə deyərlər, bu bədbəxtlərdir ki, o bədbəxtlər bu gün də cəmiyyətimizdə var. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam oldusa, Qurbanəli bəy novellasını öyrənməyə bir damcıq faydam toxundusa, mənə nə mutlu.